Oo. Müthiş. Salam əziz dizaynerlər, hər birinizi xoş gördük. Bugün isə çox maraqlı bir mövzu ilə qarşınıza çıxacağam. Bu günlərin Canva şirkətinin yeni proqramı olan Affinity haqqında danışmaq istəyirəm. Gəlin bugün bir balaca kənara çıxaq, Adobe proqramlarını bir kənara qoyaq. Çünki bu proqram çox sürətli şəkildə gəlir. Sözün əsl mənasında. Çünki verdikləri vədə görə Affinity proqramı orta səviyyəli kompüterlarda belə yüksək xidmət göstərə biləcək, belə deyim. Ona görə də mən istəyirəm ki, ilk növbədə Affinity proqramının yüklənmə prosesinə baxaq. Bunun üçün Affinity'nin saytına daxil olursunuz və kiçik bir qeydiyyat prosesi olacaq. Hansı ki, Canva hesabınız varsa rahatlıqla daxil ola bilərsiniz. Eyni zamanda Google hesabı üzərindən daxil olursunuz. Və yükləmə prosesi zamanı burada MS X64 bölməsi var. Çox güman ki, bunu yükləyəcəksiniz, amma ola bilər bəzi kompüterlarda birinci variant işləsin. Apple sahibi olanlar isə, MacBook sahibi olanlar isə təbii ki, macOS versiyasını yükləməlidir. Install etdikdən sonra gəlin ilk növbədə əsas səhifəyə qayıdaq. Əsas səhifədə belə bir şey qarşılayacaq sizi. Mən videodan öncə bir balaca qurcaladım proqramı. Həqiqətən də Adobe şirkətindən daha üstün ola biləcəyi nüansların olduğunu görürəm. Gəlin ümumi bir interfeysə baxaq. Sağ paneldə plus düyməsinə basdıqda yeni səhifə yaratmaq paneli gəlir və çox rahatlıqla burada sağ tərəfdə baxıram ki, millimetr bölməsi, yəni ölçü vahidi var. Bu ölçü vahidini istədiyimiz kimi dəyişdirə bilərik. Photoshop'a, Illustrator'a çox bənzəyir. Burada digər mövzulara çox belə detallı özümdə baxmamışam. Marginlər və bleed məsafəsinin olmağı çox əla bir şeydir. Hansı ki, bu Illustrator'da və Photoshop'da biraz fərqli işləyir, bir qədər mürəkkəbdir. InDesign da daha rahatdır. Yəni, hal-hazırda gördüyüm qədərin Affinity bu üç proqramı bir-birindən birləşdirməyə çalışır. Nə qədər bacarıq bunu görəcəyik. Create Document bölməsinə klikləyirəm və istədiyim kimi səhifəmi yaratdım artıq. Hal-hazırda mən bir dənə geri qayıtmaq istəyirəm. Burada hazır template bölməsi var. Əgər yeni istifadəçisinizsə, Affinity proqramı sənə bir neçə dənə mövzunu özü izah edir. Fikir verin panellərə. İnterfeys çox sadədir. Yəni, Illustrator'a, Photoshop'a baxanda interfeys həqiqətən çox sadədir. İndi sizə belə mürəkkəb gələ bilər, amma Photoshop'da və Illustrator'da işləyənlər daha yaxşı bilir ki, çətin mürəkkəb interfeys nə deməkdir. Sol paneldə adi qaydada tool bölməsidir. Yuxarı panel mənim çox diqqətimi çəkmişdir. Çünki burada vektor, pixel, layout bölmələri var. Bunlar mənə çox maraqlıdır. Yəqin ki, vektor Illustrator funksiyasını daşımaq üçündür. Fikir verin, yəni pikseldən vektora qayıdan saat həm toollarda, həm də interfeysdə bəzi dəyişikliklər baş verir. Tutaq ki, vektor bölməsindəyəm. Maraqlı gəlir burada fiqurları necə çəkmək olar. Baxaq. Gördüyüm qədərilə bunların hələ ki hotkeyi yoxdur. Və yaxud da ki, var, mən hələ ki bilmirəm. Tutalım. Bu arada burada çeşid daha çoxdur Illustrator'a nisbətdə. Maraqlıdır. Burada çeşid daha çoxdur. Hələ ki, mən Ellipse tool'dan başlayıram. Tutaq ki, belə bir Ellipse tool çəkdim. Dizaynerlər yaxşı bilir. Shift düyməsini tutmağı unutmayın. Shift düyməsini tutdum. Okey, belə bir fiqur çəkmişəm. Hər şey qaydasında, sadə, rahat. Yəqin ki, sol paneldə renk bölməsində stroke'dayam hal-hazırda. X düyməsinə basanda keçməlidirmi? Bəli. X düyməsinə basanda Illustrator'da, Photoshop'da olduğu kimi keçir fill bölməsinə. Burada rəngi istədiyim kimi dəyişə bilirəmmi? 100%. İstədiyim rəngi verə bilirəm. Maraqlıdır. Okey. Bu üç proqramı birləşdirə bilmək həqiqətən də möhtəşəm bir şeydir. Amma mənim diqqətimi çox daha maraqlı bir şey çəkir. Çünki bunların verdiyi vəd bundan ibarətdir ki, sən Photoshop'u, Illustrator'u bir yerdə işlədə biləcəksən. Tutaq ki, mən belə bir fiqur çəkmişəm və yaxud da bu fiquru yox.
Götürək məsələn buradakı fiquru. Bir saniyə, bunu kilitdən çıxarım. Okey. Götürək tutaq ki, bu fiqurun özünü. Maraqlıdır ki, bunu kəsmə prosesi necə formalı olacaq? Gördüyüm qədərilə burada kəsmək üçün başa düşdüm. Burada yuxarı hissədə mən birinci piksel versiyaya keçməliyəm dostlar. Hal-hazırda vektor versiyadaydım. İndi isə piksel versiyaya keçin. Çünki kəsim eləmək istəyirsənsə bunu dəyişdirməlisən. Okey. Gəldim bura. Tutaq ki, şəklin bir hissəsini kəsmək istəyirəm. Bunu seçdim. Buradan bura qədər dartdım. Hal-hazırda sağ tərəfdə layer bölməsi var. Layer bölməsinə tutanda görürəm ki, həmin obyekti seçmişəm. Gəl bir dənə Ctrl-J eləyək. Və bunu söndürək. Müthiş. Həqiqətən də yəni görünür ki, ciddi Affinity proqramı Photoshop'a baş ağrısı olacaq. Hətta burada gördüyüm qədərilə süni intellekt funksiyaları da var. Maraqlıdır. Obyektin özünü artıq kəsdi, çıxartdı. Bunun üçün Adobe şirkətində belə idi ki, Photoshop'da obyekti kəsirsən, sonra onu fayl olaraq Illustrator'a save etdikdən sonra Illustrator'a əlavə edə bilərsən PNG kimi və yaxud da ki, Illustrator'dakı obyekti copy eləyib Photoshop'a paste olaraq ata bilirdin, Smart Object və s. Amma burada sadəcə bir kliklə biz bunun yerini dəyişdirdik. Möhtəşəm bir şeydir hal-hazırda bunun olmağı və əminəm ki, 100% əminəm ki, mən bu proqramla dizayn işlərini görəcəm. Çox maraqlıdır. Bu arada onu qeyd eləmək istəyirəm ki, proqram tamamilə pulsuzdur. Ən böyük üstünlüyü Photoshop'dan ən böyük üstünlüyü bununla bağlıdır. Proqramın pulsuz olacağını vəd edirlər və hal-hazırda da gördüyüm qədərilə kifayət qədər rahatdır, softdur, yumuşaqdır və pulsuzdur. Ona görə mən düşünürəm ki, Azərbaycanlı dizaynerlər də bu proqramı sıx-sıx üst tuta bilərlər. Çünki Azərbaycanda bilirsiniz, maddiyyatla bağlı müəyyən problemlər ola bilir. Xüsusilə şirkət daxili satın almalarda, Adobe proqramlarının alınmasında müəyyən problemlər yarana bilər və belə bir hal olanda Affinity proqramı çox gözəl bir vasitədir ki, alternativ kimi istifadə edir. Möhtəşəmdir. Və bir də onun bir daha qeyd edeyim ki, onun vədi verildi ki, proqramın save həcmi Photoshop və Illustrator'dan qat-baqat daha aşağı olacaq. Yəni, tutaq ki, sən 50 megabaytlıq Illustrator'da bir fayl yaratmışsansa, bu Affinity proqramda sadəcə bir neçə megabayt yer tutacaq. Yəni, bu da çox super bir xəbərdir. Həm vektorlarla işləyə bilirsən, həm piksellərlə işləyə bilirsən. Və burada bir şey də maraqlı çəkir. Color grading bölməsinə baxmaq istəyirəm. Tutaq ki, yaxınlaşdırım. Burada xarakterin şəklini seçim. Tapa bilsən. Okey. Gəldim. Color grading. Okey. Baxaq. Burada nələri dəyişdirə bilirik. Heç bir reaksiya baş verməli. Baxın, görün. Çox daha bəsitdir, çox daha rahatdır. Tipoqrafika bölməsi ələxüsus yer ayrımlar, bu da çox maraqlı bir şeydir. Tipoqrafika bölməsi də gördüyüm qədərilə maraqlıdır, diqqət çəkəndir. Yazını yazmaq bölməsi hal-hazırda tapa bilmirəm. Okey, type tool'u götürək və bir yazı yazaq bura. Sağlam. Fontu hardan dəyişdirə bilərəm? Bura klikledikdə rahatlıqla dəyişdirmək
mümkün imiş. Bu qədər bəsit. Dostlar, bu günləri Affinity proqramına baxdıq. Məncə çox yararlı və çox bizə sərf edən bir proqramdır. Ümid edirəm ki, videolarımı bəyənəcəksiniz. Növbəti maraqlı videolarda görüşənədək özünüzdən müğayət olun.